Dediler ki bize icra hakimiyeti icazə vermir asfalta qazmağa. 5 aydır Bu kanalizasyon... sözü kimdi təzə başlayıb şəhər? Bir dəqiqə xahiş edirəm. Sizə kim dedi onu? Xanım, buyurun deyin. Bu təxribatla kim məşğul olur şəhərdə? Baş mühəndisə müraciət eləmişdik. Kimin bunların? Buradadır baş mühəndisi. O kimi adı nə idi sizə onu deyən? Bax, dedim mən buranın baş mühəndisi. Adını demə, soruşma. Adını soruşma. Ay xanım, keçən dəfə də bu sual çıxdı. İcra başçısı ömründə elə söz deməz. Kanalizasiyanı mən deyirəm ki, bu ərazilərdə aparılmayıb, çünki onlar işi dayandırıb baxırlar. Mən bunu deyirəm. Amma mən deməyirəm, onlar qazıntı ilə nəyə düzəldəsidirsə, qayda var, müraciət edirlər bizə, rəsmi. O ikinci dəfə də işləyirəm. O öyrən yolu təxribatla məşğul olan kimdir? Bir də xanım, xahiş edirəm. Öyrən yolu təxribatla məşğul olan insanları saçdıran kimdir sizdə? O bir mühəndis götürmüş, bəlkə də odur. Ondan nə desən çıxar. Öyrənin görün kimdir bu? Xanım, ömründə mən düzələn problemin həllinə qoymağa, mani olmağa qoymaram heç kimi. Mən deyirəm sizə, kanalizasiya problemi varsa, o idarənin borcudur, geçsin aradan qaldırsın bugün. Amma biləsiniz, köhnə şəbəkədir, hələ dəyişilməyir. İnsanlar da biraz bəzən düzgün istifadə eləmirlər, biləsiniz. Ona təmizləyəndə görürlər ki, oradan nələr çıxır. Ona baxmayaraq, sizin problemi birinci dəfə deyində eşitdim mən. Nə vaxt demişsiniz, kimə demişsiniz? Biz Ərzi ilə də müraciət eləmişdik. Bildiyim, dərs müraciət eləmişim sizə, dediniz yazın, onda köynə xətti xarab olubdur, köçkün belə. Həmin gün aldı. Həmin gün, bəli, mən köynə. Müraciətiniz olur? Bəli, yaxınlarda olur. Kimdədir müraciət? Ayın 6-sı eləmişim, 6-sı. Ansızlardır, Fərid müəllim. 6-sı? 6-sı, bəli. Bəli, bəli. Gəlib tut bizə. Ümumi şöbə, gəlib tut bizə. Sizin müraciət eləmişim. Aydınlaşdırın. Gəlibsə, baxın təzyiq, operativ qərar qəbul edəcək. Bizdadır ki, inan mənim. Buyurun. Bizim Biraz uşaqlar mikrofona binada tərəf. oynamağa yer tapmırlar. Harada? Dilarə Əliyeva birdə. Oradan ora qovur, buradan bura qovur. Qarajlardır, aşağıda da maşın saxlayırlar. Uşaqlar oynamağa yer tapır. Başqa binalara gedirlər. Uşaqlardan da xəbərimiz olmur. Abadlaşdıracağıq. 26. Yavaş-yavaş gedirik. Yəni, hamının arzusudur, başa düşürəm. Amma ayrılan vəsait var, o çərçivədə biz iş görürük, biləsiniz. Bax, bu ildə mən ünvanları ilə deyə bilərəm, 5 məhəlləni abadlaşdıracağıq.